İlk maaşıma vaxtı indi Şirvanla deyək də. Şirvanla idi maaşımız. 15 Şirvan maaş aldım. Dedim neynim, nə sağalım. Dedim vallahi elə hamısından yaxşı puldur da, verim valideynlərimə, atama, anama. Ürəkləri nə istəyir arasında birinci maaşım, evlatlarının birinci maaşıdır. Gəldim 5 Şirvan anama verdim o vaxtı. Dedim mənim birinci maaşımdır. 5 Şirvan da atama verdim. Anam nəsə özünə aldı, neynədi, nə aldı. Allah keçənlərinizə rəhmət eləsin. Mənim atam 2021-də rəhmətə getdi. Nəsə onun avtomobilində nəsə bu sənədləri, izadı götürəndə eləyəndə bunun portmanatını tapdım mən. Portmanatını tapdım, içinə baxanda gördüm həmin o mən verdiyim 2005-ci ildəki 5 Şirvan həmin o portmanatın içində durur. Mən sənə deyim, birinci ondan başlayaq ki, 2006-cı ildə elə bu pulu təzə-təzə isti-isti səndən qəbul eləyəndən bir neçə ay sonra pullar dəyişdi də. Dekabrda o gedib rahatlıqla o pulu təzə manata çevirə bilərdi. Bu ondan irəli gəlmir ha ki, yəni kişinin xərcləməyə yeri olmayıb da. İndi aydın məsələ, hər bir ailənin həyatında elə məqam olur ki, o axırıncı 5 şirvanı götürüb aparıb nəyəsə xərcləyirsən. Olur da bu olur. Amma bu kişi o toxunulmazlığını, o pulun necə qoruyubsa, bu elə şeydir ki, bunu səndən sözlə şərh eləmək olmur.